Qırmızı sərhədlərin çağırışı, Marsın sirlərində bir səfər uzaq ulduzların arasında sanki kainatın dərinliyindən gələn əbədi bir çağırış kimi parlayan Mars planeti, min illərin dərslərini və insanın əbədi axtarışını simvolizə edirdi. Azərbaycanın qədim torpaqlarında hər küncdə min illərin tarixini, xalqın yaşadığı acı və şirin xatirələri, vətənpərvərlik nağıllarını daşıyan bir gənc olan Rəşad, uşaq vaxtından bəri yalnız yer üzünü deyil, həm də ulduzlarla dolu sonsuz səmanı seyr etmək arzusunu daşıyırdı. O, dəfələrlə babasının qədim dövrlərdə eşidilmiş ulduzlara baxan insan nağıllarını xatırlayır. Hər dəfə ulduzların səmada parlayaraq onun qəlbindəki ümid işığını daha da gücləndirdiyini hiss edirdi. Rəşad, ali təhsil alaraq kosmos elmləri ilə məşğul oldu. Onun dərslərində Tolstoyun insan ruhuna dair dərindən düşündürən fikirləri və Azərbaycan xalqının zəngin mədəni irsi ilə yoğrulmuş əxlaqi dəyərləri daim ona yol göstərirdi. O, inandığı kimi, həyatın ən böyük sınaqları yalnız yer üzündə baş vermirdi. İnsanın özünü kəşf etməsi, kainatın sonsuz sirlərini öyrənməsi də eyni dərəcədə əhəmiyyətli idi. Beləcə, Rəşadın ürəyində bir gün təkcə öz vətənini deyil, həm də Mars planetinin qırmızı sirlərini kəşf etmək arzusu doğdu. Hədicə xanım, Rəşadın uşaqlıq dostu və həmçinin dərin ağılı, hissiyatı ilə seçilən bir qız idi. O, kəndin dar küçələrində qədim divarlara çəkilmiş min illik nağılların sədasını eşidərək böyümüşdü. Hədicə, Rəşadın kainata olan sevgi və marağını, həm də onun insana dərin baxışını hər zaman dəstəkləyirdi. Hər bir ulduz, hər bir planet insanın öz içindəki sirləri və həyatın mənasını daşıyır, deyə Hədicə sözlər söyləyirdi. Onların arasında yaranan səmimi bağ, bəzən kədərli xatirələrlə, bəzən də ümid dolu gələcək arzusuyla birləşərək, hər ikisinin də ruhunu daha da dərinləşdirirdi. Günlər keçdikcə Rəşadın alim kimi öyrəndikləri və kosmos sirlərinə dair yazdığı esse və məqalələr yerli mətbuatın diqqət mərkəzində oldu. O, Azərbaycanın zəngin mədəniyyətindən, tarixi qəhrəmanlarından və qədim xalq nağıllarından ilham alaraq Marsa səfər planlarını təklif etdi. Bu plan eyni zamanda yerli ənənələrin və müasir elmin bir araya gəlməsinin, keçmişin sirlərinin gələcək nəsillərə ötürülməsinin bir nümunəsi kimi qiymətləndirildi. Rəşadın səsi səmadakı ulduzlar kimi parlaq idi. O, kosmosun sərhədlərini aşaraq öz xalqının həm də bütün insanlığın ruhunu qaldıracaq bir səfər üçün çalışırdı. Bir gün Milli Kosmik Agentlik tərəfindən keçirilən genişmiqyaslı sınaq layihəsinə Rəşad seçildi. O, həm ailəsinin, həm də xalqının böyük ümid və dəstəyini arxasında hiss edərək Marsa səfər üçün hazırlaşdı. Bu, elmi nailiyyətlərlə yanaşı, həm də insanın ruhunun dərinliyinin özünü aşmaq və əbədi axtarışını nümayiş etdirən bir sınaq idi. Səfərin planlaşdırılması, kosmik gəminin tikilməsi və sınaq uçuşları zamanı Rəşad hər gün öz içində Tolstoy romanlarının qəhrəmanlarının mübarizəsini və əzmkarlığını yaşadığını hiss edirdi. O, elə bilirdi ki, həyatın ən dərin sirlərini yalnız torpağın üzərində deyil, ulduzların arasında da tapmaq mümkündür. Səfər günü gəldikdə, Rəşad kosmik gəmisinin pəncərəsindən ulduzlara baxaraq, bu an həm yer üzünün, həm də kosmosun bütün acı şirin hekayələrinin birləşdiyi andır, deyə düşünürdü. Gəmidə yanında Xədicə, sənətçi kimi, kosmosun rənglərini və Marsın qırmızı səthinin parıltısını təsvir edən rəsm əsərləri hazırlayırdı. Onların arasında yaranan bu sinerji yerli mədəniyyətin və müasir elmin gözəl bir harmoniyasını göstərirdi. Hər kəsin ürəyində yanan o dərin inan və sevgi, kosmosda yeni üfüqlərin kəşf edilməsi üçün bir mənbə kimi Rəşadın səfərini dəstəkləyirdi. Kainatın sonsuzluğuna doğru başlayan bu səyahət, eyni zamanda insanın öz varlığını, qəlbindəki dərdləri və ümidləri də aşkar etmək üçün bir yoldur. Rəşad kosmos gəmisində yerdən çox uzağa Marsın qırmızı səthinə yaxınlaşarkən hər bir ulduzun, hər bir boşluğun onun üçün yeni bir hekayə daşıdığını hiss edirdi. O, sanki Tolstoyun romanlarında təsvir olunan insanın taleyinin hər anın və hər hissin böyük bir məqsədlə birləşdiyini, kainatın özü belə insan ruhunun əzəmətini təmsil etdiyini düşünürdü. Yol boyunca gəmidəki digər astronavtlarla da dərin söhbətlər etdi. Onlardan biri gənc alim Tural, biz yalnız kosmosa səyahət etmirik, biz öz içimizdəki sirləri, sevincləri və kədərləri də aşkar edirik. Hər dəfə yeni bir planetə yaxınlaşdığımızda, sanki öz həyatımızın hər bir fəsli yenidən başlanır, deyirdi. Bu sözlər Rəşadın qəlbində, həmçinin kosmosun dərinliyində əbədi əks-səda verirdi. Hər kəs həmin anlarda öz varlığının dərinliyində yer üzündən daha da uzaq, amma eyni zamanda özünə yaxın olan bir səs tapırdı. Nəhayət, kosmik gəmi Marsın orbitinə daxil olduqda, Rəşadın ürəyi sonsuz sevinc və kədərin qarışığı ilə çırpınmağa başladı.
Marsın qırmızı səthi əsrlərin tarixini, keçmişin sirlərini və gələcəyin ümidlərini daşıyan bir aynaya bənzəyirdi. O, pəncərədən baxaraq, bu yalnız bir planet deyil, bu insan ruhunun və varlığının sınağıdır, deyə düşündü. Hər bir daş, hər bir çuxur və hər bir səth sanki illərin, hekayələrin və insanın əbədi axtarışının simvolu idi. Gəmidəki son eniş anı bütün astronavtların və yer üzündə gözləyən insanların ürəklərində dərin bir sükut və təntənə yaradırdı. Rəşad, Marsın səthinə endiyi andan etibarən orada keçmişin və gələcəyin hekayələrini yazmaq üçün yeni bir fəsil açmaq arzusunu daha da güclü hiss etdi. O, ayağa qalxan, qırmızı torpağa baxaraq, bu torpaq təkcə başqa bir planet deyil, o, insanın qəlbində yatan ümidin və əbədi axtarışın rəmzidir, deyə içindəki səsi dinlədi. Mars səthində atdığı hər addım, Rəşad üçün həm elmi bir nailiyyət, həm də ruhani bir sınaq idi. O, orada keçmişin vətənpərvər qəhrəmanlarının, kəndimizin və Azərbaycanın səmimi insanlarının xatirələrinin, ənənələrini və dərin düşüncələrini özündə canlandıran bir rəmz tapdı. Hər qırmızı daş, hər səth sanki min illərin tarixinin, acılarını, sevincini və umudunu daşıyırdı. Rəşad, bu tənhalıq və genişlik arasında insanın varlığının nə qədər dərin və mürəkkəb olduğunu, həmçinin kainatın sonsuz sirlərini kəşf edərkən öz içində tapdığı sarsılmaz inamı, sevgi və mərhəməti yenidən hiss edirdi. Geri dönüş zamanı Rəşad kosmik gəmisinin pəncərəsindən yer üzünə baxanda özünü sanki iki dünya arasında asılmış kimi hiss edirdi. O, orada yer üzünün dərin mədəni irsini, atalarının öyrətdiyi dəyərləri və hər kəsin qəlbində yanan ümidin səsini Marsın qırmızı səthində tapdığı yeni anlayış və hisslərlə birləşdirirdi. Yerə qayıtdıqdan sonra Rəşadın yazdıqları, çıxardığı xəbərlər və topladığı dərin duyğular yalnız kosmos elminin nailiyyətləri kimi deyil, həm də insanın varlığının, ruhunun və qəlbinin dərinliyinin, İllərin xatirələrinin və gələcəyin ümidinin təcəssümü kimi bütün Azərbaycanda və hətta bütün dünyada geniş rezonans doğurdu. Xədicə, Rəşadın səfərindən ilhamlanaraq kəndimizin dar küçələrində, köhnə divarlarda və geniş meydanlarda oxuduğu şeirləri və yazıları vasitəsilə insanlara ümidin, sevginin və əbədi axtarışın nə qədər vacib olduğunu çatdırdı. Onun hər bir sözü sanki qədim nağılların və Tolstoyun romanlarının dərindən düşüncəli sətirləri kimi insanların qəlbində dərin izlər buraxırdı. Hər iki insanın səfəri təkcə kosmosu kəşf etmək deyildi, o, həm də insanın öz içindəki sirləri, acıları, sevinc və kədəri aşkar etmək, həmçinin keçmişin vətənpərvər ruhunu, gələcəyin ümidini daşımaq idi. Beləliklə, Qırmızı Sərhədlərin Çağırışı, Marsın sirlərində bir səfərə adlı bu dastan həm elmi nailiyyətlərin, həm də insanın ruhunun dərinliyinin, ənənələrin və mədəni dəyərlərin birləşdiyi, hər kəsin ürəyində sarsılmaz bir ümid və sevgi işığı yandırdığı bir tarix kimi yadda qaldı. Qızıl şəhərin dar küçələrində, kəndimizin səmimi insan münasibətlərində və Azərbaycanın qədim torpağında yetişmiş dəyərlərdə hər kəsin öz içində ulduzlara baxan o minilik sirlərin və axtarışın parıltısı var idi. İnsanlar Rəşadın kosmos səfərindən ilhamlanaraq öz həyat yollarında, keçmişin xatirələrində və gələcəyin ümidindən bir daha kəşf etdilər ki, hər birimiz kainatın böyük hekayəsinin, sarsılmaz ümid və sevgi rəmzinin bir parçasıyıq. Və bu hekayə yerdəki və kosmosdakı bütün acıların, sevinclərin, uğurların və dərdlərin əbədi şahidi olaraq min illərin tarixini və gələcək nəsillərin ümidini daşıyan sarsılmaz bir mirasa çevrildi. Hər kəs bilir ki, insanın ən böyük səfəri yalnız yer üzündə deyil, həm də ulduzlar arasında, kainatın dərinliyində baş verir. Öz içimizdəki sirlərə, acılara və ümidlərə doğru atılan hər addım bizi əbədi sevgi və inamın, həm də Tolstoyun insan ruhuna dair dərindən düşündürən sözləri kimi böyük bir nağılın qəhrəmanı halına gətirir. Beləliklə, Qızıl şəhərin işıqlı və səsli tarixində ulduzlara baxan, dərin düşüncələrə dalan və öz varlığının sirlərini aşkar edən hər bir insan, həm yerin, həm də kosmosun qırmızı sərhədlərində öz ümid və sevgi nağılını yazmağa davam etdi. Bu, yalnız bir kosmik səfər deyil, həm də insanın ömür boyu davam edən, sarsılmaz arzuların, dərin duyğuların və əbədi axtarışın nağılı idi.